Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eğer insan ucalmaq istəyirsə, bu qulluqdadır, ibadətdədir və qulluqla nə vaxt həyata keçir, etdiyi əməllər, davranışı, valideynlə davranışı, yoldaşla, taxlıla, qardaşlarla, hamısı şəriətin tələb etdiyi şəkildə olarsa, o qardaşlar arasında da problemlər çoxdur. Nə qədər şikayətlər olunur. Görürsən, qardaş tələb edir, ama özü isə yerinə yetirmir. Və bu problemdir. Olduqca böyük problemdir, yəni qardaşlıq o bağlarının qırılmasına səbəb olur. Və insan həmişə çalışmalıdır. Bilməlidir ki, uca insan güzəştə gedən insandır. Uca insan kimdir? Güzəştə gedəndir. Amma o insan ki, xırdalığına gedir, yox, niyə o mən əyri baxdı, o niyə mən filan sözü dedi, mən bu söhbəti çürütməliyəm, o insan cılız insan sayılır. Əgər biz tarixə baxsaq, yəni bu böyük alimlərin, böyük insanların, yəni indi də diri qalmasına, sağ qalması nədir? Onların nəfsləri üçün intiqam almamadır. Nə vaxt ki, insan nəfsi üçün intiqam almır, ucalır. Nə vaxt ki, insan nəfsi üçün intiqam alır, o insan cılızlaşır. Belə baxanım, məsələn, Əhməd ibn Həmbəl rahimehullah, İbn Teymiyyə və digər böyük insanlar, indi də onlar zikr olunur, onlar yad edilir, amma onlardan da böyük insanlar olublar, yəni hökümdarlar, padişahlar olublar, amma onların hamısı indi tarixin zibilliyindədir. Kim patrildir? Heç kim. Onların ucalmasına səbəb nə olur? Onların ucalmasına, nəfsləri üçün intiqam alınması, bu böyük məsələ, böyük bir tövsiyədir. Bax, Əhməd ibn Həmbəl rahimehullah puldu, döyüldü, zindana atıldı və çıxandan sonra deyib, o insan, o böyük insan deyəndə yaşlı insan yox, böyük insandan söhbət edir. Böyük insan nə elədi? Yəni bir dənə bir qovluq götürmədi və o qovluqda siyahı tutmadı. Bir qiymət, filan kəs, 100 nəfərin adını, məscid əhli, filan kəs, sən məni zindanda olanda, içərdə olanda yanıma gəlmədin. Sən heç mən çıxandan sonra məni ziyarət eləmədin. Nəqləsin, hansı qardaşlıqdan danışırsan, belə şeylər, bəzən görsən insan danış qardaşlığa görə də görsən insan dinin çıxmasına səbəb olur. Amma bu insanlar bunları qoymazlar. Əgər sənə etdiyin əmək Allah üçünsə, sən insanlara nə gözləməlisən ki? Yəni belə şeylər fikir verməzlər. İbn Teymiyyə rahimehullah, həmçinin İbn Teymiyyə rahimehullah barəsində İbn Qayyim onun ən qəddar düşmənlərindən bir dünyasını dəyişir. Mən sevinərək gəldim ki, elhamdülillah, yəni İslamın düşmənlərindən bir məhv oldu. İbn Teymiyyə buna kədərləndi, məni acıladı və dedi ki, heç vaxt müsəlmanın ölümünə sevmək olmaz və sonra onun ailəsinin yanına getdi və onlara bir növ təsəlli verdikdən sonra dedi ki, mən sizin atanız yerindəyəm, bugündən sonra nə ehtiyacınız olsa qaldıra bilərsiniz. Fikir ver. Hansı ki, uşaqlar da tanıyır ki, atasının mənə olur. Yəni, bu hərəkəti ilə o düşmənçiliyi aradan qaldırdı. Gör, necə? Yəni, bu böyüklükdür, bu nəfsə ağır gələn bir məsələdir. Amma o insanlar nəfsləri üçün intikam almayıblar. Və həmçin bir dəfə onu döyürlər. Döyürlər, özünü zorla məscidə çatdırır və insanlar toplaşır, deyir, kimdir o? Və bizə deyir, onun məsələsini həll edən deyir ki, yox, onlar düz edirlər. Onlar düz edirlər, çünki deyir, onlar iştihad edirlər və iştihad etdiklərinə görə ən azı bir savabları var. Necə yəni, əgər onlar düz edirlər, deməli, sən batıl üzərində, onlar haqq üzərində, yox deyir, onlar iştihad edirlər. İştihad edib döyürlər, yəni düz edirlər. Və buna Allah çoxdan İbn Məsud radiyallahu anhu dükana gedir dəsə almağa və pulu əmmamənin o arasından çıxartmaq istəyəndə görür ki, uğurlanıb. Pulu uğurlanıb. İndi görün, siz nə deyirsiniz deyir. Sən gizlətdiyin yerdə pul uğurlanıb. Allah onun əlini qurusun. Onun damarlarında qanını doldursun. Müxtəlif daşlar. Və cəmaat da yığılır, deyir ki, ona əl kəsilməlidir, belə olmalıdır. Amma İbn Məsud radiyallahu anh, o böyük sahabə nə deyir? Deyir ki, Allahım, əgər o insan ehtiyacından uğurluyubsa, Allahım ona bərəkət verir. Ehtiyacından uğurluyubsa bərəkət verir. Yox, əgər o insan günahı olan cürətindən uğurluyubsa, axırıncı günah et. Axırıncı günah et, yəni bundan sonra uğurlamaz. Deməli, böyüklük. Böyüklük güzəştə getmək. Böyüklük nəfsi üçün intiqam alınmaqdır. Və nə qədər nəfsi üçün intiqam alınır, bilirsən, ucalırsan. Bax, fikir verin, bəzən alimlər misal gətirir. İndi probkanın olduğu bir vaxt. Görürsən, bir insan salilli insandır, maşın sürür. Və birisi gəlib onun qabağında bir oyun çıxardır. Əgər məhəl qoymasa görsən ki, insan öz səviyyəni saxlayır. Yox, əgər ona görə onu
danlamaq, onu cəzalandırmaq üçün onun dalınca çalışır. O sürür, bu sürür, o sürür, bu sürür. Ne olur ki, qıraqda, ondan əvvəl gördüyüm insan belə normal insandır. Bu arxası düşəndə görür, ya bu kimiymiş? Və cızıldır, yəni insana bax, nəfsi üçün intikam alır, insan cızıldaşır. Və çox uzatmayayım.